Bu videoda HTML-də atributlar nədir, onun haqqında danışacağıq. Biz atributlardan istifadə edərək HTML taqlarımıza bəzi əlavə məlumatlar daxil edirik. Və bunun nəticəsində browser bizim kodumuzu işə salanda bu əlavə məlumatlardan istifadə edərək səhifənin strukturunu ona əsasən qurur. Bəs atributlar necə yazılır və əlavə olunur? Əslində bununla bağlı nümunələri görmüşdük. Burada lang bərabərdir n bir atributdur. Bu atributun adı, yəni name'i, bu isə onun qiyməti, yəni value'su adlanır. Digər nümunələrdə burada gördüyünüz kimi charset, name, content, bunların hər biri atributlar adlanır. Bəs biz atributdan harada istifadə edirik? Bu nümunələrdən əlavə olaraq biz bir çox hallarda atributlardan istifadə edəcəyik. Məsəl üçün, bununla bağlı bəzi nümunələrə baxaq. Səhifəmizə bir başlıq əlavə edək və bizim title adında bir atributumuz var. Bura hər hansı bir şey yaza bilərik. Yazaq başlıq 1. Bu nə edir? Biz sağ tərəfdə browserdə əgər mouse'u, yəni kursoru başlığın üstünə gətirdikdə gördüyünüz kimi başlıq 1 yazısı çıxır. Bu title atributunu əlavə elədiyimiz üçün baş verir. Əgər mən bunu dəyişib başlıq 1-i test yazsam nümunə olaraq və yenə kursoru başlıq sözünün üstünə gətirsəm, gördüyünüz kimi burada test çıxır. Başqa hansı atributlar istifadə olunur? Bir link əlavə edək və link əlavə elədikdə avtomatik olaraq href adında bir atribut əlavə olunur. Bu nə deməkdir? Bizim bir linkimiz olsun, adını elə link qoyuram və biz bu linkə klik eləyəndə hansı sayta getməliyik, hansı səhifəyə getməliyik, onu hrefin içində yazırıq. Tutaq ki, burada google.com yazsam və mən bu linkin üstünə klik eləsəm, hətta üstünə gəldikdə google.com-da yazılır. Klik elədikdə məni avtomatik olaraq google.com-a yönləndirəcək. Bir nümunəyə də baxaq. Deyək ki, səhifəyə şəkil əlavə eləmək istəyirik. Bunun üçün image tağından istifadə edəcəyik. Və src çıxır burada. Src bizim şəklimizin mənbəyini əlavə eləmək üçün istifadə olunur. Bizim hal-hazırda burada bir şəklimiz var, PureStack logo adında. Onu əlavə eləyək. PureStack yazan kimi avtomatik olaraq bu çıxır. Və gördüyünüz kimi şəkil də burada əlavə olundu. Bəs burada alt nədir? Alt o zaman aktiv olur ki, deyək ki, burada yazıram PureStack logo. Əgər bizim şəklimiz yüklənə bilməyibsə və yaxud hər hansı xəta baş veribsə, onun əvəzində bir mətn göstərilir. Deyək ki, mən burada hər hansı bir hərf əlavə edirəm və gördüyünüz kimi burada PureStack logo yazıldı. Çünki şəkil yüklənə bilmədi. Və şəkilə də əlbəttə title əlavə edə bilərik. PureStack logo. Və şəkili buradan düzəldirəm. Və şəklin üstündə kursoru gətirdikdə gördüyünüz kimi burada PureStack logo çıxır. Digər bir çox atributlarımız da var. Onlarla bağlı növbəti mövzularda baxacağıq. Ancaq atribut ümumi olaraq struktur şəklində belə yazılır. Atributun əsasən adı və qiyməti olur bir çox hallarda.